dəqiqələrdə Tbilisidə Milli Bank, İqtisadiyyat Nazirliyi və Sinqapur Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən maliyyə samiti açılır. Zirvə toplantısının əsas mövzuları gələcəyin maliyyə texnologiyaları, regionun innovativ infrastrukturunun inkişafı və qlobal ticarət və rəqəmsal maliyyə üçün əsas mərkəzi kimi orta dəhlizdir. Samitdə dünyanın müxtəlif ölkələrindən mərkəzi bankların rəhbərləri və maliyyə sektorunun rəhbərləri, iri şirkətlərin nümayəndələri və ekspertlər iştirak edəcək. Samit iştirakçıları ən son maliyyə yenilikləri, regional inkişaf perspektivləri və beynəlxalq maliyyə əməkdaşlığını müzakirə etmək imkanı əldə edirlər. Forumun açılışında Milli Bankın prezidenti, Gürcüstanın baş naziri, parlamentin sədri, İqtisadiyyat və Davamlı İnkişaf naziri çıxış edəcəklər. Video çarx nümayiş olunacaq. Gürcüstanın baş naziri Tbilisi İpək Yolu Forumunun iştirakçılarını rəsmi naharda qəbul edib. Hökumət başçısı forumda iştirakına görə 60-dan çox ölkənin nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkür edib. Tiflis İpək Yolu Forumu Gürcüstan üçün çox mühüm hadisədir və iştirakınıza görə sizə təşəkkür edirik. Qonaqpərvərlik Gürcü mədəniyyətinin ən mühüm aspektlərindən biridir. Biz Gürcüstandakı qonaqlarımıza yalnız ən yaxşısını təklif edirik və ümid edirik ki, Gürcüstana səfər edərkən buna əmin olacaqsınız. Sizə ən xoş arzularımı bildirirəm və ümid edirəm ki, siz artıq Gürcüstana növbəti səfəriniz barədə düşünürsünüz. Gürcüstana xoş gəlmişsiniz və tədbirdə iştirak etdiyinizə görə bir daha təşəkkür edirəm, qonaqlar. Gürcüstanın baş naziri adından Tbilisi İpək Yolu Forumunun iştirakçılarının səfərinə verilən rəsmi naharda Azərbaycanın baş naziri Əli Əsədov, Emar Group və Eagle Hills şirkətinin təşkiçisi Məhəmməd Albar, müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin rəhbərləri, Gürcüstan hökumətinin və parlamentin üzvləri, biznes nümayəndələri iştirak ediblər. Tbilisidə İpək Yolunun 5-ci yubiley forumu davam edir. Əsas mövzu Şərqlə Qərbi birləşdirən körpü kimi İpək Yolunun gələcəyi və bu konspektdə Gürcüstanın əsas rolunun təqdimatıdır. Bütün prioritet iqtisadi istiqamətlər, o cümlədən Gürcüstanın iqtisadi potensialı, orta dəhlizin inkişafı üzrə həyata keçirilən layihələr, investisiya imkanları müzakirə olunur. Tədbirdə 70-dən çox ölkədən 2300-ə yaxın nümayəndə, o cümlədən region ölkələrinin baş nazirləri, baş nazir müavinləri, regiondan kənar ölkələrin sahə nazirləri, aparıcı qlobal şirkətlər, beynəlxalq ekspertlər, Gürcüstanda akreditə olunmuş diplomatik korpus, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Siyasi partiyalar İpək Yolunun forumunun əhəmiyyətindən və gözləntilərindən danışırlar. Keçmiş baş nazir İraqli Qaribaşvilinin Dövlət Təhlükəsizlik Xidmətində dindirilməsindən sonra ilk şərhi onun vəkili Lili Gelaşvili edib. O deyir ki, sabiq baş nazir istintaq orqanında şahid qismində dindirilib. Onun sözlərinə görə yaxın günlərdə İraqli Qaribaşvilinin özü və hüquq müdafiəçiləri bəyanatda çıxış edəcəklər. İraqli Qaribaşvilinin evindən götürülən əşyalarla bağlı suala gəlincə, vəkilin sözlərinə görə keçmiş baş nazirin evindən qızıl əşyalar götürülməyib. İraqli Qaribaşvilinin dindirilməsi ilə bağlı dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən açıqlama verilib. Brifinqdə İraqli Qaribaşvilinin korrupsiyaya qarşı mübarizə idarəsində dindirildiyi, istintaqla tam əməkdaşlıq etdiyi və bu illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf etdiyini açıqlanıb. Oktyabrın 17-sində İraqli Qaribaşvili, Qriqor Liluaşvili, Otar Parsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparılıb. Təxminən 7 milyon dollar elektron cihazlar və səndləşdirmələr götürülüb. İraqli Qaribaşvilinin dindirilməsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatından sonra siyasi partiyalarda qiymətlər verilib. Müxalifət vurğulayır ki, hələ istintaq başlamazdan əvvəl onlar İraqli Qaribaşvili və Gürcü arzusunun korrupsiyaya uğradığını bildirirdilər. Onların fikrincə indi bu məlumatı Dövlət Təhlükəsizlik Xidməti və prokurorluqda təsdiqləyir və bütün bunlar Gürcü arzusunun sistemli siyasi korrupsiyaya da əli olduğunu təsdiqləyir. Onların fikrincə indiki hakimiyyət korrupsiyaya qarşı mübarizə aparmır. Əksinə nüfuz bölgüsü üçün mübarizə aparır. Hakim komanda isə iddia edir ki, istintaq prosesi şəffafdır və İraqli Qaribaşvilinin istintaqla əməkdaşlığı istintaqda növbəti addımlar üçün əsas ola bilər.
Şəhər məhkəməsi Qriqor Lilvaşvili ilə qohum olan Qoba Xundacı barəsində həbs qəti imkan tədbiri seçib. İstintaqın məlumatına görə Xundacının evinə baxış zamanı ümumi dəyəri 1 milyon 319 min 300 ABŞ dolları olan müxtəlif məbləğlərdə nağd pul olan 94 zərf götürülüb. Saxlanılan şəxsə 9 ildən 11 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutan xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması faktı ilə ittiham irəli sürülüb.